Naxçıvan Ali Məclisinin bir əl qaldıranı, yəni deputatı var, Əziz Qasımov. O bir əldə 7 qarpız tutan nadir istedadlardan sayılır. Bu barədə tanınmış jurnalist Heydər Oğuz status paylaşıb. Daha sonra Heydər Oğuz bildirir ki, Əziz Qasımov Ali Məclisin deputatıdır, həm də Ali Məclisdə komitə sədrinin müavinidir. Həm Naxçıvan Dövlət Universitetində Həmkarlar İttifaqının komitə sədridir, həm də Naxçıvan Dövlət Universitetində İnsan Resursları şöbəsini idarə edir. Eyni adlı universitetin Ümumi Hüquq kafedrasının müəllimidir. Həm də Naxçıvan Dövlət Universitetinin nəzdində olan İngilis təməllüllü məktəbin idarəçiliyi qeyri-rəsmi qaydada ona həvalə olunub. İddialara görə Əziz müəllimə 7-ci vəzifə də verilib. Naxçıvandan yazan jurnalistlərə qarşı qara təbliğat kampaniyası aparmaq vəzifəsi deyə Heydər Oğuz paylaşımında qeyd edib.